أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين بارئ الخلائق أجمعين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين وعلى أهل بيته الطيبين الطاهرين المعصومين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Bugünkü söhbətimiz Allah yanında ən sevimli olan insanlar haqqındadır. Necə etmək olar insan Allah məhbubu və sevimlisi olsun? Və bu uca sevgi məqamına çatmağın yolu nədir? Buna aydınlıq gətirmək üçün zəruridir. Əvvəl Allah məhbublarını tanıyaq, ta onları tanımaqla insan eləyə bilsin, o məqama yetişməyin yolunu tey etsin və Allah məhbubları sırasında yer alsın. Qur'an-ı Kərimdə bir neçə dəstə müərrifi olunublar ki, Allah məhəbbətində qərar tapıblar və Allah onları sevir. Biz onlardan bəzilərinə nümunə olaraq işarə edirik. Sabirin, Vallahu yuhibbus sabirin, Allah səbr edəndir. Muttaqin, fə innəllaha yuhibbul muttaqin, pəskarları sevir. Mutəvəkkilin, innəllaha yuhibbul mutəvəkkilin, Allah təvəkkül edənləri sevir. Təvvabin və paklar, İnnəllaha yuhibbut təvvabin və yuhibbul mutatəhhirin, Allah tövbə edənləri və pakları sevir. Muhsinin, İnnəllaha yuhibbul muhsinin, Allah ihsan və yaxşı iş görənləri sevir. Mücahidin, İnnəllaha yuhibbullezine yuqatiluna fi sabilih, Allah onun yolunda cihad edənləri sevir. Muqsitin, İnnəllaha yuhibbul muqsitin, Allah ədalət icraçılarını sevir. Allahın bəndəyə olan məhəbbətinin mənası budur ki, Allah Teala onun qəlbindəki hicabları pak edir. Ta o, yəni bəndə, ürək gözü ilə Allahı görür. Ona buca ilahi qurb məqamına yetişməyə güc verir. Allahın bu iradəsi bəndəsinə nisbət onun məhəbbətidir. Başqa sözlə desək, Allah məhəbbəti bundan ibarətdir ki, bəndənin batinini Allahdan başqasından təmizləmək və onun vücudundan onunla Allah arasında mani olan pərdə və fasiləni götürmək. Aydındır ki, Allahın bəndəyə olan məhəbbətinin nişanələrindən biri, onun əmrlərini yerinə yetirməsi və qadağan olunmuşları tərk etməsinə tövfiq tapmasıdır. Məhəbbət yaratmağa birinci qədəm və ilahi məhəbbətə yetişməliyin yollarından biri, dünya məhəbbətin qəlbdən çıxartmaq, dünyaya bel bağlamamaq və Allaha tərəf hərəkət etməkdədir. Əziz İslam Peyğəmbəri buyurur, Hubbud dünya və hubbullah la yectəmi'ani fi qəlbin vahid. Dünya və Allah məhəbbəti bir qəlbdə cəm olmaz. Əgər Allah məhəbbəti bir kəsin daxilində özünə yer tutsa, Allah məhbubu və sevimlisi olacaq. Əziz Peyğəmbərdən təbəyyət və itaət etmək, ilahi məhəbbətə yetişməliyin başqa bir yoludur. Necə ki, mütəal Allah Qur'anda buyurub, Qul in kuntum tuhibbunallah, fəttəbi'uni yuhibbukumullah. De, əgər Allahı sevirsinizsə, məndən təbəyyət edin, ta Allah sizi sevsin. İbn Ərəbi Peyğəmbərdən itaət etməkliklə Allah məhəbbətin irtibatında belə deyir, əgər Allah Peyğəmbərdən itaət etməkliki məhəbbət amili hesab edirsə, bu dəlilədir ki, Rəsul, yəni Peyğəmbər, aləm güzgüsündə haqq cilvəsidir. Buna görə İbn Ərəbin nəzərində Peyğəmbərdən itaət olunmadığı halda heç kəs həsrədi haqqın məhbubu və sevimlisi ola bilməz.
Çünki Peyğəmbər özü də ilahi göstərişlərə tabidir. İlahi məhəbbətə yetişməkliyin və Allah məhbubu olmağın başqa bir yolu təqvalı olmaqdır. Təqva əslində viqayə sözündən olub, özünü əmin yerdə və pənahgahda qərar verməliyə deyərlər. Amma şər'i baxımdan günah bərabərində özünü saxlamaqlığa deyərlər. Başqa bir sözlə desək, günahla üzləşəndə günahdan uzaq durmaqlıqdır. Təqva saxlayıcı və qoruyucu bir gücdür ki, bir mələkəy nəfsani və daxili güc surətində insanın vücudunda əmələ gəlir və onu şəhvətin tuğyan etməsindən və xilaf işlərə mürtəkib olmaqdan saxlayır. Təqvanın kamil nöqtəsi günahlardan və mühərrəmatdan uzaq olmaqdan əlavə şübhəli şeylərdən də qorunmaqdır. Həzrəti Ali əleyhissalam buyurur, təqva düzgünlük açarı, qiyamət azuqəsi, hər bəndəçilikdən azad olmaq və pisliklərdən nicat tapmaqdır. Ustad Şəhid Mütəhhəri rəhmətullah əleyh buyurur, təqva mühafizə olunmaqdır, nəinki məhdud olmaq. Qala və zindanın ortaq nöqtəsi bağlı olmasıdır. Amma qala içərdən bağlanır, ta düşmən və başqa xətərlərdən hifz olunsun. Zindan isə çöldən bağlanır ki, insan azadlıqdan və başqa bir çox şeylərdən məhrum olsun. Təqva insana mənəvi azadlıq verir, yəni onu əsarətdən və həva və həvəs bəndəçiliyindən azad edir. Ustad Şəhid Mütəhhəri buyurur, təqva insanın qoruyucusudur, insan təqvanın qoruyucusu. Bu mütəqabil qoruyuculuq insan və libasının qoruyuculuq növündəndir. Yəni insan öz libasını oğurlanmaqdan və cırılmaqdan qoruyur. Libas da insanı soyuqdan və istidən qoruyur. Əgər Qur'ana baxsaq görərik ki, Allah yanında ən əziz olan insan təqvası daha artıq olan şəxsdir. İnnə əkrəməkum indəllah ətqakum. Həqiqətən Allah yanında sizin ən əziziniz təqvası daha çox olanınızdır. Əziz İslam Peyğəmbəri buyurur, İnnə Rabbəkum vahid və innə əbakum vahid və dinəkum vahid və nəbiyyəkum vahid və la fəzlə li'ərəbiyyin alə əcəmiyy və la əcəmiyyin alə ərəbiyy və la əhmər aləl əsvəd və la əsvəd alə əhmər illə bittəqva. Sizin Allahınız, atanız, dininiz, Peyğəmbəriniz birdir. Heç ərəbin qeyri-ərəbə və heç qeyri-ərəbin ərəbə və heç qırmızı dərlinin qara dərliyə və heç qara dərlinin qırmızı dərliyə üstünlüyü yoxdur, məgər təqva ilə. Yəni üstünlük meyarı təqva ilədir. Hər kimin təqvası çox olsa, o qiymətlidir. Başqa bir hədisdə Peyğəmbər belə buyurur, Ətqənnas mən qaləl həq fīmə ləhu və aleyhi. Cəmaatın ən təqvalısı o şəxsdir ki, həqqi deyə xeyrinə ola, ya zərərinə. Həzrəti Ali əleyhissalam buyurur, İnnə li əhli təqva əlamat, yu'rəfunə biha, sidqul hədif və ədəul əmanə, vəl-vəfəu bil-əhd, və qillətul fəqri vəl-buxl, və silətul ərham, ورحمة الضعفاء وقلة المواطاة للنساء وبذل المعروف وحسن الخلق وسعة الحلم واتباع العلم فيما يقرب إلى الله عز وجل طوبى لهم وحسن مآب وطوبى شجرة في الجنة أصلح في دار رسول الله صلى الله عليه وآله. Təqva əhlinin nişanələri var. Onlarla tanınarlar. Doğru danışmaqlıq, əmanətdar olmaq, əhdə vəfa edən, az fəxr edən, paxıllıq etməyən, silə-i rəhm edən, yəni yaxınları ilə irtibatı olan, zəiflərə rəhm və yardım edən, xanımlarla az təvafuq edən, hamıya yaxşılıq edən, yaxşı əxlaq, həlim olmaq, insanı Allaha yetişdirən elm ardıca gedən,
Tuğba onlar üçün olsun, xoş onların halına, onlar üçün yaxşı dönüş var. Tuğba bir ağacdır behişdə, onun kökü Allahın Rəsulunun evindədir.